Salam, bugün biz sizinlə İblis əsəri haqqında danışacağıq. İblis əsəri 4 pərdəli faciə janrındadır. İndi isə 4 pərdəli faciə janrı İblis əsərində iştirak edənləri danışaq. İblis, mələk, Arif, pərişan saçlı, sadə geyimli bir gənc, İxtiyar Şeyx, yalnızlığa çəkilmiş bir ağsaqqal, onun nəvəsi isə Xavər, İxtiyarın nəvəsi, Rəna, son dərəcədə gözəl bir tibb bacısı, həm də ki Arifin keçmiş sevgilisi, Vasif, könüllü Türk zabiti, həm də ki Arifin kiçik qardaşı, ancaq Arif və Vasif bir-birinin qardaş olduğunu bilmirlər. Kiçik zabit Vasifin dostu rolunda çıxış edir. İbn Yəmin 45 yaşında olur, ərəb zabiti olur. Həm də Rənanın atası burada ölür, Rənanın atasının qatili olur. Yaralı zabit Rus ordusuna mənsub gənc, milliyyətcə türkdür. Teyf, Rənanın öldürülmüş atasının xəyalı. Rənanın atası öldürülür və bunu da kim eləyir? Biz əsərdə indi oxuyanda anlayacağıq. İbn Yəmin eləyir. Rəna isə xəyal qurur, atasının xəyalını və onun adını Teyf adlandırır. Elxan zabit, əskər qaçaq. Elxan da zabit olur, qaçaq olur. Kimin əlindən qaçaq olur? İbn Yəmin. Birinci pərdə haqqında danışaq. Birinci pərdə hadisələr Bağdad ətrafında baş verir. Arif sadə bir komada oturaraq düşüncələri qərq olur. Müharibə gedir, atışma səsləri gəlir. Burada ancaq bunu bilək ki, buradakı müharibələr yəni gerçək deyil. Real deyil də. Səhnənin qutaracağında iki pərdə görünür. Onlardan birində mələk, digərində isə iblis müharibəni seyr edir. Burada əsər İblisin monoloqu ilə başlar, İblisin monoloqu ilə bitir. Burada sizə deyə bilərlər ki, mələklə iblis arasında diyaloq olur. Bəli, diyaloq olur. Ancaq biz bunu görə bilmirik. Elə bil ki, iblis deyir, sonra mələk deyir. Bunlar bir-birinə elə bil ki, diyaloq kimi deyirlər. Ancaq burada ikisinin bir diyaloqu kimi görünür. Ancaq biz burada diyaloq kimi görməsək də bunu diyaloq kimi götürürük. İblis bu mənzərədən qanın sellər kimi axmasından çox xoşuna gəlir. Onun məmnundur ki, yəni insanlar belədir də, insanlar belə vəhşidirlər. Mələk isə heç kimdən insafın qalmamasından narahatdır. Bəşəriyyətin iblisə uyduğunu deyir. Mələk bu atışma, atəş səslərinin səbəbini kimdə günahlandırır? İblisdə. Ancaq iblis elə fikirləşir ki, insan elə iblisdir. Hər insanın içində bir iblis var. Arif üzünü göyə tutaraq dua edir. Yerdə heç nədən güc ala bilmədiyini deyir. Dua eləyir ki, Allahım məni göylərə qaldır. O duanın səbəbi o olur ki, Allahdan diləyir ki, Allah onu göylərə qaldırsın. O iblisin xəlq olunmasının hikmətindən anlamadığını bildirir. İblis gəlir, bir çox dahilərin, nəbilərin belə ondan yaxa qutara bilmədiyini, amma Arifin onunla əyləndiyini söyləyir. Deyir ki, sən mənlə niyə zarafat eləyirsən ki, mən bəyəm zarafat adamıyam, zarafat insanıyam mı? Sonra deyir, bir gün əlimlə oyuncağa çevriləcəksən. Burada iblis bunu Arifə deyir. Onda heç bir köməyin olmayacaq. İblis geyiminin ətəklərini Arifin üzünə sürtür. Burada görür ki, iblis geyiminin ətəklərini Arifin üzünə sürtür. Qəhqəhə çəkərək oradan uzaqlaşır. İblis getdikdən sonra İxtiyar gəlir. Burada İxtiyar Şeyx, burada İxtiyar kim olur? Yalnızlığa çəkilən bir ağsaqqal. Onun dediyindən məlum olur ki, Arif insanlardan uzaqlaşaraq tənhalığa çəkilmişdir. Burada İxtiyar Şeyx dediyindən məlum olur. İxtiyar bütün bəşəriyyətin iblisə uyduğunu deyir. Burada kim günahlandırır iblisi? Bir mələk günahlandırır, bir də Arif günahlandırır. Buna görə narahat olmadığını, heç nəyin dəyişməyəcəyini bildirir. Arifə təskinlik verir. İblis yenidən görünür. Arif onu tanımır. Bu dəfə iblis başqa bir insan cildində görünür. Kim olduğunu soruşur. Ancaq iblis deyir ki, əvvəllər bir mələk olduğunu, digər mələklərdən onu təqdis etdiyini, amma Adəmə görə ona ləkə vurulduğunu deyir. Arif onun iblis olduğunu başa düşür və niyə gəldiyini soruşur. Çünki Adəm kimdir? Adəm ilk yaranmış insandır da. Nəysə, İblis Arifə hürriyyətə dəvət etdiyini, qəlbinə həqiqət nuru vermək üçün gəldiyini deyir. Burada kim kimə deyir? İblis Arifə deyir. Arif isə onu qovur. Burada bilinir ki, Arif onu qovduğu. İblis gedəndən sonra Xavər gəlir. Xavər kim olur? İxtiyar Şeyxin nəvəsi. Arif ona ehtiyac olduğunu söyləyir. Arif niyə Xavərə ehtiyacı
olduğunu söyləyir. Deyir ki, mən qəlbində Rənanı xatırlayır. Bu an İbn Yəmin, Rəna, bir də zənci çavuş və bir əsgər gəlirlər. Arif Rənanı tanıyıb yanına gedir. Rəna da onu tanıyır. Burada yenidən sevgiləri artır da bir-birinə qarşı, çünki bir-birlərini tanıyırlar. İbn Yəmin də bundan narahat olur. İbn Yəmin də narahat olmasının səbəbi nədir? Axı İbn Yəmin Rənanın atasını öldürmüşdür. Qorxur ki, Arif bu məsələni üstünə açacaq. Arif onların haradan gəldiklərini soruşur. İbn Yəmin bildirir ki, döyüşdən gəlirlər. Arif öldürməyin insanlar üçün fəzilət olmadığını söyləyir. Yəni deyir ki, biz savaşda niyə bir-birinizin qanını tökürsünüz ki? İxtiyar Arifin qolundan tutub aparır. Burada İxtiyar kim aparır Arifin qolundan? İxtiyar. Deməli aparır. İbn Yəminlə Çavuş öz aralarında söhbət edirlər. Çavuşun sözlərindən məlum olur ki, Rənanın atasını onlar öldürüblər. Və yanındakı da əsgər buna da şahid olmuşdu. Çavuş da bunlardan narahat olduğunu bildirir. İbn Yəmin isə bir uşaqdan qorxmadığını, milyonlarla xərcləyib kəv etdiyini, insanların ölümünə sürükləndiyini, amma hələ də etibarının yüksək olduğunu deyir. Yəni bununla İbn Yəmin fəxr eləyir də, deyir, mənim pulum da var, mənim hər şeyim də var, mənim hörmətim də var da, belə deyək. Və bu sözləri kim eşidir? Arif. Ancaq onların o sözlərin hamısını eşitmir, bəzilərini eşitir. Rənanın atasının xəyalı yenə Rənanın gözünə görünür. İntiqam istəyir. Rənanın da atasının xəyalının adı nə idi? Teyv. Rəna Ariflə atasının qatilini tapıb intiqam almaq üçün döyüş meydanından dolaşdığını, İbn Yəmin isə ona qatili tapmaq üçün kömək edəcəyini dair söz verdiyini Arifə deyir. Arif isə elə bunun İbn Yəmin hiləsi olduğunu adlandırır. Onlar getdikdən sonra Vasif və zabit yoldaş, bir də yaralı Rus zabiti gəlirlər. Uşaqlardan ayrı düşdükləri üçün qardaşlar bir-birini tanımırlar. Arif zabitlərin düşmən də olsa yaralıya kömək etməklərini bəyənir. Vasif və kiçik zabit müharibə haqqında danışırlar. Vasiflə kiçik zabit. Kiçik sabit Türk ordusunun güclü olduğunu, Rus ordusunun ise geri oturttuğunu deyir. Burada Türk ordusunun güclü olduğunu kim səsləndirir? Kiçik sabit. Vasif Turan'a yalnız mədəniyyətin lazım olduğunu deyir. Burada bildiğimiz kimi kiçik sabitin adı ne olur? Turan.